2027-ci il baş nazir Mikayıl Cabbarovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası. Salam hörmətli kollegalar. Bugün biz 2027-ci ilin iqtisadi göstəricilərindən danışacağıq. Ona görə də mən söz vermək istəyirəm Maliyyə Naziri Mikayıl Cabbarova. Buyurun Mikayıl müəllim. Çox sağ olun Mikayıl müəllim. Nə deyə bilərik? Biz 2027-ci ildə əlimizdən gələni elədik ki, iqtisadiyyatımız dayanmadan inkişaf eləsin. Çox sağ olun Mikayıl müəllim. Siz də sağ olun Mikayıl müəllim. İndi isə söz verilir Dövlət Neft şirkətinin prezidenti cənab Mikayıl Cabbarova. Buyurun Mikayıl müəllim. Cənab Baş Nazir, 2027-ci ildə biz Bakı, Paris, Vaşinqton neft boru kəmərinin tikintisini uğurla bitirdik. Çox sağ olun Mikayıl müəllim. İndi isə mən məmnuniyyətlə söz vermək istəyirəm Fövqəladə Hallar Naziri. Bir dəqiqə, hər ehtimal qarşı yoxlayım. Yox, Mikayıl Cabbarov deyil. Cabbarov Mikayıldır. Buyurun Mikayıl müəllim. Mən nə deyə bilərəm öz adımdan, Cənab Baş Nazir Mikayıl müəllim. Allah sizin canınızı sağ eləsin. Çox sağ olun, sizin də canınızı sağ olsun Mikayıl müəllim. Çox sağ olun Adaş. İndi isə söz verilir Mədəniyyət Naziri, xalq artisti Mikayıl Cabbarova. Nə vaxtdan xalq artisti? Çoxdandan almışıq biz bu adı Mikayıl müəllim. Nə vaxtdan çoxdandan? Biz 15 ildir xalqın bütün vəzifələrini icra edirik. Deməli, biz xalqın artistiyik. Çox sağ olun, xalq artistiyə bağışlayın Mikayıl müəllim. İndi isə söz verilir Daxili İşlər Naziri General-Mayor Mikayıl Cabbarova. Buyurun. Cənab Baş Nazirimi məruzə edirəm. 2027-ci ildə biz bütün cinayətlərin sayını 0 dərəcəsinə endirmişdik. Çox sağ olun Mikayıl müəllim. Eşq olsun Mikayıl müəllimə. Və iclasımızın sonunda söz verilir Qafqaz Müsəlmanları İdarəsi sədri Qoy oxuyum. Allah şükür Paşazadəyə. Şükür.